Gürcüstan mətbuatının yaydığı məlumata görə Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda Gürcüstanın Müstəqillik Günü və Azərbaycan Respublika Günü münasibətilə bərpa olunmalıdır. Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü, yəni 26 mayda və Azərbaycanın Respublika Günü, yəni 28 mayda hərəkətə başlayacaq. Yayılmış məlumata əsasən Gürcüstan dəmir yolları öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib. Bu mərhələdə Gürcüstan kupe biletləri 50 lariyə, yəni 30 manata, yataq tipli vaqon biletlərini isə 70 lariyə, yəni 43 manata satmağı Azərbaycana təklif edir. Yayılan xəbərlərlə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev açıqlama verib. Qurumun rəsmisinin sözlərinə görə bu xəbərlər həqiqəti əks etdirmir. Stat: yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişin daşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur. Statın sonu.